Mövzumuz müəllimlər bilik və onun növləri dərsindən həmin mövzunun testlərinin izahına baxaq. Ətraflı şəkildə bir-bir sizlərə izah edəcəm və onların açar sözlərində qeyd edəcəm ki, bu mövzu ilə bağlı çətinliyiniz olmasın. Birinci sualımız belədir. Deyir ki, hansı fikir yanlışdır? Biz buradan yanlışı axtarmalıyıq. Demək, ayda A variantına deyir ki, metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Bəli, biz bilirik ki, mövzunu da öyrənmişik ki, metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Bu doğrudur. Bir də deyir ki, faktoloji bilik taksonomiyanın aşağı mərhələsinə uyğun gəlir. Bəli, taksonomiyanın aşağı təfəkkür səviyyəsinə uyğun gəlir. Bu da hansı olacaq? Təbii ki, xatırlama mərhələsinə uyğun gəlir faktoloji bilik. Ona görə bir də doğrudur. C-də deyir ki, şagirdin tapşırığın həlli zamanı özü üçün düzgün strategiya seçməsi prosedural biliyə aiddir. Xeyr müəllimlər, burada elə yanlış olan C variantıdır. Nə üçün yanlışdır? Çünki şagirdin özü haqqında nəyisə bilməsi, hər hansı bir strategiyanı seçməsi, yol seçməsi, özü haqqında məlumatlı olması prosedural bilik deyil, metakognitiv biliklə əlaqəli olur və onu biz məsələn şagirdin özü haqqında bilik kimi də öyrənmişik. Ona görə də müəllimlər burada prosedural bilik olduğu üçün C variantında bu yanlışdır. Burada əslində olmalı idi nə? Təbii ki, metakognitiv bilik olmalı idi proseduralın yerində. Ona görə C variantı yanlışdır. D-ni də oxuyağın. D-də deyir ki, şagirdlər idraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar, daha yaxşı öyrənə bilərlər. Bəli, bu da doğrudur. Y-də deyir ki, strateji bilik öyrənmə və tətbiqlə bağlı strategiyadan xəbərdar olmaqdır. Bu da doğrudur. Demək ki, yanlış olan hansı oldu? Bir də C variantı oldu müəllimlər. 2-yə baxırıq. 2-də deyir ki, fikirlərdən hansı yanlışdır? Yenə də biz burada yanlışı axtarırıq. Oxuyağın, görək yanlış hansında olacaq. A-da deyir ki, şagirdlər bilik əldə edərkən onu kognitiv proseslərdən keçirməlidirlər. Bəli, kognitiv prosesdən mütləq keçirtməlidirlər. Doğrudur. B-də deyir ki, biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Bəli, həm kognitiv, həm də metakognitiv fəaliyyətin əhəmiyyəti biliyin öyrənilməsində çox böyükdür. B variantı da doğrudur. C-də deyir ki, şagirdlər onlara ötürülən bilikləri özləri üçün bir məna çıxara bilməlidirlər. Bəli, şagirdə ötürülən məlumatla bağlı şagird özü üçün müəyyən bir məna çıxartmalıdır. Onu dərk etməlidir, başa düşməlidir təbii ki də. Yəni, kör-körani şəkildə öyrənməməlidir. C variantı da doğrudur. D-də deyir ki, biliyi faktoloji, konseptual, prosedural və metakognitiv olaraq təsnif edilir. Bəli, bilirsiniz ki, biliyin 4 növü var. Faktoloji bilik, konseptual bilik, prosedural bilik, bir də metakognitiv olaraq 4 cür bilik növü vardır. Bu da doğrudur tamamilə D variantı. Y-də deyir ki, şagird biliyin ötürülməsində passiv iştirakçı rolunu oynamalıdır. Xeyr müəllimlər, təbii ki, şagird passiv deyil, aktiv olmalıdır. Yəni, bu Y variantı, 2-də Y variantı tamamilə yanlışdır. Çünki passiv dediyinə görə yanlışdır. Əgər şagird biliyin ötürülməsində passiv olarsa, orada heç bir inkişafdan söz gedə bilməz. Ona görə də yanlış olan 2-də Y variantı oldu. 3-ə baxağın, 3-də görək bizə nə deyir. 3-də deyir ki, uyğunluğu müəyyən edin. İndi baxaq görək uyğunluq harda düzgün qurulub. Baxağın müəllimlər. Bir də deyir ki, metakognitiv bilik. Metakognitiv bilik, indi baxaq görək metakognitiv biliyə, prosedural biliyə, konseptual və dekorativ bilik üçün verilən variantlardan hansı uyğun gəlir? Variantları oxuyağın və uyğunlaşdırağın. A-da deyir ki, şagird məsələni həll etməzdən öncə onun təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Bəli. Baxın, görün burada bizə nə deyir? Şagird deyir, məsələni həll etməmişdən öncə onun xəyalında canlandırır və onun anlamasına yardım etdiyini bilir. Bilir ki, mən onu beynimdə, xəyalımda canlandırsam, təsəvvüründə canlandırsam, o mənim öyrənməmə, anlamama xeyr edər. Artıq burada şagird nəyi müəyyənləşdirmiş oldu? Artıq burada onun üçün nəyin yaxşı, nəyin pis olduğunu, nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirmiş oldu. Bu da bilik olaraq hansı bilik olacaq?
Təbii ki, metakognitiv bilik olacaq ki, şagird artıq beynində canlandırır ki, mən bunu beynimdə təsəvvür etsəm, vizual olaraq yadıma salsam, bu da mənim anlamama kömək olacaq. Təbii ki, burada A variantında metakognitiv olacaq müəllimlər, çünki özü haqqında məlumatlı olur şagird. Ona görə 2-yə baxırıq. 2-də prosedural biliklə bağlı olanı deməli, 2-də deyir ki, prosedural bilik. Görək prosedural biliyə bunlardan hansı aiddir? Şagird yayda okeandan materikə doğru əsən küləklərin adlarını sadalayır. Baxın müəllimlər, burada sadalayır var. Sadalamaq nə idi? Sadalamaq bir variantı deyir, sadalamaq. Sadalamaq deyəndə bizim yadımıza hansı bilik düşür? Təbii ki, yada salır, yadına salır, sadalayırsa, bilik olaraq biz nəyi götürə bilərik? Dekorativ biliyi götürə bilərik müəllimlər. Təbii ki, sadalamaq var. Bu da təbii ki, idrak taksonomiyasını xatırlamaq mərhələsi ilə uyğun gəlir. Sadalayır deyir. Bax, yadına salır, olduğu kimi deyir məlumatı, sadalayır. Bax, bu olacaq deməli, daha doğrusu dekorativ bilik. Yəni, biliyin növü olaraq dekorativ bilik olacaq. Birini də götürürük 4-ə. C-də deyir ki, şagird şəhər və kənd əhalisinin say nisbət etibarilə dəyişməsini hesablayır. Bax, hesablamaq deyir müəllimlər. Hesablayırsa, hesablamaq varsa burada nə olacaq? Təbii ki, burada prosedural bilik olacaq. Hesablamaqdır, tətbiq etməkdir, icra etməkdir. Bunları harada görürüksə, bunu götürürük biz prosedural biliyə. Demək ki, C-də olacaq prosedural bilik. Aşağıda qaldı D variantı. D-də deyir ki, şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır. Baxın, qruplaşdırmaq sözü var burada. Qruplaşdırmaq hansına aid idi? Təbii ki, qruplaşdırmaq varsa, ümumiləşdirmək sözünü görürüksə, biz bu zaman konseptual biliyi götürəcəyik müəllimlər. Konseptual, ümumiləşdirmək, izah etmək, öz sözləri ilə demək, qruplaşdırmaq. Bax, bunları harada görürüksə, biz konseptual biliyi götürürük. D-də olacaq konseptual bilik. Demək ki, 1-ə A-nı götürdük, 2-yə C-ni, 3-ə D-ni, 4-ə isə B-ni götürdük. Bu da düşdü hansı varianta? 3-də A variantı oldu müəllimlər. Bax, diqqətlə qulaq asın ki, açar sözləri özünüz üçün qeyd edeyim buradan. 4-cü suala baxırıq. 4-cü sualda bizə nə deyir? Deyir, klasteri tamamlayın. Biliyin növlərindən biridir. Yuxarıda deyir ki, kvadrat tənliklər üçün algoritmləri bilir. Algoritm sözü harada var idi müəllimlər? Təbii ki, algoritm sözünü görən kimi yadımıza o dəqiqə nə düşdü? Təbii ki, prosedural bilik düşdü. Algoritm var, hesablamaq var, təhlil etmək var. Yəni, bunları harada icra etmək varsa, bu zaman bizim yadımıza nə düşür? Prosedural bilik düşür. Demək ki, aşağıdakı variantlardan biz nəyi axtarmalıyıq? Təbii ki, prosedural biliyə uyğun olanın axtarmalıyıq. İndi baxaq görək A-da bizə nə deyir? Deyir, hasili 24 olan 2 ədədin cəminin ən böyük qiymətini hesablayır. Baxın, elə burada da hesablayır sözü var. Hesablamaq da görən kimi bizim yadımıza nə düşdü? Təbii ki, elə prosedural bilik düşdü və yuxarıda olan deməli, situasiyaya elə aşağıdakı A variantı uyğun gəlir. Ondan sonra növbəti variantımızda oxuyaq ki, bizim üçün qaranlıq qalmasın. Belə deyir ki, Yunanistanda ilk olimpiya oyunlarının nə vaxt yarandığını bilir. Bilirsə, təbii ki, bu əzbərə əsaslanır. Bu olacaq, bilik olaraq dekorativ biliyə aid olacaq, çünki əzbərə əsaslanır. C-də deyir ki, marafon yürüyüşlərin kimlər arasında baş verdiyini bilir. Bəli, bu da bilirsə, elə bu da xatırlamadır. D-də deyir, birincilər yarışda qalib gəldi cümləsində birincilər sözünün isim deyil, sifət olduğunu deyir. Bəli, bunu da artıq xatırlayaraq deyirsə, təbii ki, bu da dekorativ biliyə aiddir. Y-də deyir ki, hansı biliyə malik olub olmadığını bilir. Bəli, bu da xatırlama mərhələsinə aiddir. Demək ki, burada elə təkcə prosedural biliyə aid olan hansı oldu? A variantı oldu müəllimlər. Ona görə də biz düzgün cavab kimi 4-də A variantını götürə bilərik. Növbəti 5-ci sualımıza baxırıq. 5-ci sualımızda bizə nə deyir? Baxaq müəllimlər. 5-də deyir ki, dekorativ biliklə bağlı fikirlərdən hansı yanlışdır? İndi baxaq. Görək dekorativ biliklə bağlı fikirlərdən, yəni aşağıda verilən variantlardan hansı yanlışdır? A-da deyir ki, hər hansı bir sahə ilə bağlı olan terminlər biliyin bu növünə aiddir. Bəli, biz bilirik ki, dekorativ bilikdə 2 qolu var idi. Terminoloji idi, spesifik adlanırdı. Yəni, dekorativ biliyin 2 hissəyə bölünürdü.
terminoloji, bir də spesifik olaraq 2 qoldan ibarət idi. Terminoloji bilirdik ki, terminlərlə bağlıdır. Yəni hər hansı bir sahə ilə bağlı olan terminlərlə, terminoloji sözlərlə bağlı idi. Spesifik bilik isə hər hansı bir tarixi hadisədir, hər hansı bir hadisənin ardıcıllığıdır. Məsələn, şagird nəyisə ardıcıl şəkildə, əzbər şəkildə deyirsə, bu spesifik bölməyə aid edilirdi. Bəli, terminal deyir ki, hər hansı bir sahə ilə bağlı terminlərin biliyin bu növünə aiddir. Bəli, bu doğrudur. Bu dekorativ biliyə götürmək olar. Çünki terminoloji qolu var. Bir də deyir ki, fənlə bağlı dəqiq məlumatları özündə əks etdirir. Bəli, dekorativ bilik hər hansı bir fənlə bağlı dəqiq məlumatları, əzbərə əsaslanan deməli məlumatları özündə əks etdirir. Bu doğrudur, B-ni götürək bilərik doğru kimi. C-də deyir ki, digər bilik növlərinin formalaşmasında mütləq dekorativ bilikdən də istifadə olunur. Bu, təbii ki, doğrudur. Tamamilə doğru variantdır ki, digər bilik növləri, yəni dekorativ bilik olmasa, o biri biliklər necə inkişaf edəcək? Təbii ki, bizim dekorativ biliyimiz olmalıdır. Birinci ki, konseptualdır, proseduraldır, metakognitivdir. Bunlar inkişaf etsin. Bu da doğrudur C variantı. D-də deyir ki, dekorativ biliyə idraki fəaliyyətin istənilən mərhələsində rast gələ bilərik. Bəli, dekorativ biliyə idraki fəaliyyətin istənilən mərhələsində rast gəlmək olar. D də doğrudur. İndi Y-yə baxırıq. Y variantda deyir ki, hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək dekorativ bilik hesab edilir. İndi burada baxaq müəllimlər. Burada yanlış cavab Y variantı. Nə üçün yanlışdır? Ona görə ki, hər hansı bir tapşırığın icra etməyimizdə prosedural bilikdir. Hər hansı tapşırığın icrasının yolunu bilməyimizdə prosedural bilik olduğu üçün burada deyirək ki, hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək. Bəli, necə edəcəyimizi artıq biliriksə, demək ki, bu hansı biliyə aid olacaq? Təbii ki, bu prosedural biliyə aid olacaq Y variantında verilən cavab. Ona görə ki, burada deyir dekorativ bilik, xeyr, yanlışdır. Bu prosedural olacaq. Çünki biz hər hansı bir tapşırığın icrasını biliriksə, yolunu biliriksə, əgər necə icra edəcəyimizi biliriksə, artıq bu prosedural bilikdir. Həm etsək belə, etməsək, yolunu da belə bilsək, bu olacaq prosedural bilik. Ona görə də 5-də Y variantı müəllimlər yanlışdır. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 6-cı sualdır. Altda nə deyir bizə? Diqqətlə baxırıq. Deyir ki, müəllim şagirdin xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüşməsini xahiş edir. Yəni, şagird tutaq ki, xarici dildə sözləri çox gözəl səlis formada tələffüz edir, çox gözəl öyrənir, çox gözəl ifadə edir. Müəllim də şagirdə deyir ki, yəni bunu necə yadda saxlayırsan? Bunu yadda saxlamağın deməli, hansı üsulla, yəni yadda saxladığını yoldaşlarınla bölüş. Bu zaman deyir ki, şagird deyir, burada biliyin hansı növündən istifadə edəcək? Təbii ki, şagird burada metakognitiv bilikdən istifadə edəcək. Nə üçün? Çünki şagird artıq özü haqqında məlumatlı olmasının yolunu deyəcək. Yəni, özü haqqında məlumatlıdır şagird. Yəni, özü haqqında bilir ki, mən bunu necə yadımda saxlayıram, bunu necə öyrənirəm? Artıq özü haqqında məlumatlıdır. Özü haqqında məlumatlı olmaq hansı bilikdir? Təbii ki, metakognitiv bilikdir ki, şagird özü haqqında məlumatlıdır və özü haqqında da yoldaşlarına məlumat verəcək ki, mən bunu necə yadda saxlayıram və onun yolunu onlara deyəcək. Artıq şagird özü haqqında məlumatlı olduğu üçün, öz strategiyası olduğu üçün bunu biz metakognitiv bilik kimi götürə bilərik. 6-cı sualda düzgün cavab metakognitiv bilik, yəni C variantıdır müəllimlər. Növbəti sualımız 7-ci suala baxırıq. 7-ci sualda deyir ki, bu misraların mahiyyətini dərk edən şagirddə biliyin hansı növü formalaşacaqdır? Demək ki, şagird artıq burada dərk edir. Baxaq görək nəyi dərk edir? Ümumiyyətlə, Nəsiminin şeirindən bir parça verib. Burada deyir ki, bu misraların mahiyyətini dərk edən şagird biliyin hansı növünü formalaşdıracaqdır? Bəli, şagird əgər artıq mahiyyəti dərk edirsə, müəllimlər, mahiyyətin dərk etməyi varsa, təbii ki, burada konseptual bilik olacaq. Biri var, şiiri əzbərə deyə. Əgər əzbərə desə, bu dekorativ bilikdir. Desəydi ki, şagird məsələn Nəsiminin şiirini əzbərə bilir, əzbərə deyir. Bu olacaqdır bilik olaraq dekorativ bilik.
Amma deyir ki, mahiyyətini dərk edir. Əgər mahiyyətini dərk edirsə, demək ki, onu anlayır, başa düşür, onun haqqında təsəvvürü böyükdür, yəni şeir haqqında. Ona görə də mahiyyətini dərk edir deyirsə, bu zaman bilik olaraq 7-dən nəyi götürürük? Konseptual biliyi, yəni B variantını götürürük müəllimlər. Çünki mahiyyətini dərk etdi ona görə. Baxırıq 8-ci sualımıza, görək 8-də nə deyir? 8-də deyir ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Gəlin uyğunluğu müəyyənləşdirək. Bir də deyir ki, kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir. Dekorativ bilik. Sizcə doğru mu, yanlış mı? Təbii ki, nədən bəhs etdiyini bilirsə, artıq bu dekorativ bilir. Çünki bilir də, əzbərə bilir ki, məsələn, kulturologiya nədən bəhs edir. Artıq bunu bilir, əzbər olaraq beynində bilir. Demək ki, bu bilik olaraq nə olacaq? Təbii ki, olacaq doğru, yəni dekorativ bilik olacaq təbii ki. Yəni əzbərə bilirsə, dekorativ bilik olacaq, biri götürə bilərik. 2-də deyir ki, sifət haqqında deyilən fikirlərdən yanlış olanları müəyyənləşdirir. Müəyyənləşdirmək varsa müəllimlər, bu hansı bilik olacaq? Təbii ki, müəyyənləşdirmək varsa, bu olacaq konseptual bilik. Amma burada prosedural bilik yazıb. Bax, müəyyənləşdirmək sözü var burada. Ona görə 2 yanlışdır. Prosedural yazıldığı üçün yanlışdır. İndi 3-ə baxırıq. Deyir, mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirir. Baxın, müəllimlər, ümumiləşdirir varsa, bu hansı bilik olacaq? Təbii ki, ümumiləşdirmək varsa, bu olacaq konseptual bilik. Amma burada metakognitiv bilik yazıb. Demək ki, 3 yanlışdır. Burada olmalıdır konseptual bilik. 3 yanlışdır. 4-də deyir ki, bəşəriyyətin ibtidai tarixə aid tapıntının neçənci əsrdə əldə edildiyini bilir, spesifik bilik, bəli, bu doğrudur. Yəni, dekorativ biliyin 2 qolu vardır. Spesifik idi, terminoloji idi. Terminoloji bilirsiniz ki, hər hansı bir sahə ilə terminlərin olduğu ilə bağlıdır. Spesifik isə hər hansı bir tarixi hadisələrdir, olmuş hadisələrdir, əzbərə əsaslanan hadisələrdir. Yəni, bunlarla bağlı olan sahə idi. Bəli, burada deyir ki, bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntının neçənci əsrdə əldə edildiyini bilir. Bəli, yəni əzbərə əsasən bilir ki, neçənci əsrdə olub, təbii ki. Bu da spesifik bilikdir, bu doğrudur. 4 doğrudur. Demək ki, burada yanlış olan 3 oldu müəllimlər. Doğru olan da, yəni doğrudan doğru olan da 1 oldu. Demək ki, doğrudan doğru, yanlışdan yanlışı götürsək, burada doğrudan 1-i, yanlışdan da 3-ü götürə bilərik. Ona görə də deməli, bu da olur hansı variant? C variantına düşür də. 8-də C variantıdır müəllimlər, düzgün cavab. 1, 3. Doğrudan doğru, yanlışdan yanlışı götürdük ona görə. İndi 9-a baxırıq. Görək 9-da bizə nə deyir? 9-da deyir ki, klasteri tamamlayın. Bəli, klasteri tamamlayın. Yuxarıda verilən uyğunluğa görə aşağını tapmalıyıq klasterdə təbii ki. İndi baxağın, biliyin növlərindən biridir. Sözün fonetik təhlil yolunu bilir. Yolunu bilir. Bax, yolunu bilir deyir. İndi baxaq görək, əgər yolunu bilirsə, bu hansı bilik olacaq? Təbii ki, bu prosedural bilik olacaq. Yolunu bilmək prosedural bilikdir, müəllimlər. İndi aşağıdan biz prosedural biliyə aid olanı axtarmalıyıq. A-da deyir ki, Bahariyyə əsərini hansı janrda yazıldığını bilir. Bəli, hansı janrda yazıldığını bilmək dekorativ biliyə aiddir. Çünki əzbərə əsasən beynində bilir ki, hansı janrda yazılıb da. Bu əzbərə əsaslandığına görə bu dekorativ bilikdir. A dekorativ bilikdir. B-də deyir ki, söz qəzəli haqqında verilən fikirlərdən doğruları müəyyənləşdirir. Əgər müəyyənləşdirmək varsa müəllimlər, bu nə olacaq? Təbii ki, bu konseptual bilik olacaq. B konseptual biliyə aiddir. C-də deyir ki, özü üçün iş planı tərtib edir. Özü üçün iş planı tərtib etmək sizcə nə ola bilər? Özü üçün iş planı tərtib etmək təbii ki, metakognitiv bilik olacaq müəllimlər. C-də metakognitiv bilikdir. D-də deyir ki, esse üçün meyar müəyyənləşdirir. Baxın, esse üçün meyar müəyyənləşdirir. Ümumiyyətlə, meyar müəyyənləşdirmək özü elə prosedural biliyə aiddir. Bax, D-də esse üçün meyar müəyyənləşdirir deyirsə, demək ki, bu nə olacaq? Elə prosedural biliyə aid olacaq. Bizə də nə lazım idi? Biz prosedural biliyə axtarırdıq da burada. Sözün deyir, fonetik təhlil yolunu bilir. Yolunu bilmək prosedural bilikdir. Aşağıdan da bizə prosedural biliyi xatırladan variant lazım idi. Burada da D variantda deyir ki, esse üçün meyar müəyyənləşdirir. Bəli, bu da prosedural bilikdir. Yeni də oxuyaq.
Y-də deyir ki, 20-ci əsrin əvvəllərinə aid olan tarixi faktları sadalayır. Sadalayır varsa, bu da dekorativ bilikdir, müəllimlər. Demək ki, burada prosedural biliyə aid olan hansı variant oldu? D variantı oldu. Esse üçün meyar müəyyənləşdirmək prosedural biliyə aiddir, müəllimlər. Burada da düzgün cavab D variantıdır, 9-da. Ona baxırıq. Onda deyir ki, nümunələrə əsasən biliyin növlərini müəyyənləşdirin. Bəli, indi nümunələr verir. Biz biliyin növünü müəyyənləşdirəyin. Gəlin müəyyənləşdirək. Verilənlər arasından, birdə deyir ki, verilənlər arasında İsmail Şıxlının Dəli Kür romanında iştirak edən obrazları müəyyənləşdirir. Bax, obrazları müəyyənləşdirmək, yəni obraz müəyyən etmək, sizcə nə olacaq? Verilənlər arasından deyir. Biri var öz beynində müəyyənləşdirə. Bir də ki, verilənlər arasından seçib müəyyənləşdirmək var. Seçib müəyyənləşdirirsə, verilənlər arasından seçib müəyyənləşdirirsə, bu olacaq dekorativ bilik. Seçib müəyyənləşdirir. Yəni, ona bir neçə variant verir. Bu görən kimi tanıyır və onu seçib müəyyənləşdirir. Təbii ki, bu olacaq dekorativ bilik. Daha sonra 2-də deyir ki, 3 tərəfi, daha doğrusu 4 sm, 4-cüsü isə 8 sm olan trapesiyanın ən böyük bucağını tapır. Bəli, burada da təbii ki, həll yolu var. Nəyinsə tapılması var, həll edilməsi varsa, bu da olacaq nə? Prosedural bilik. 2-dən prosedural biliyi götürə bilərik. 3-də deyir ki, mətndə verilən sifətlərin dərəcələrini müəyyənləşdirir. Artıq bunu başa düşüb, artıq burada cümlənin təhlilini başa düşür və dərəcələrini müəyyənləşdirir. Dərəcələri müəyyənləşdirmək varsa, müəllimlər, buradan biz nəyi götürürük? Konseptual biliyi götürürük 3-ə. Demək ki, bax müəllimlər, əgər dərəcəsini müəyyənləşdirmək, ümumiləşdirməkdirsə, anlayaraq, başa düşərək müəyyənləşdirməkdirsə, siz konseptualı götürürsünüz. Yox, əgər bizə bir neçə məlumat təqdim olunub, biz artıq o məlumata baxan kimi onu yadımıza salıb müəyyənləşdiririksə, bu zaman bu dekorativ bilik olacaq. Bax, bu müəyyənləşdirməkləri qarışdırmayağın. Demək ki, 1-ə oldu dekorativ bilik, 2-yə oldu prosedural bilik, 3-ə də oldu konseptual bilik. 10-cu sualımızın cavabı oldu C variantı.